Əsrlər boyu din xadimləri kasıb və zəif insanlara eyni hekayəni danışırdı. Mərhəmətli ol, başını aşağı sal, sənə verilən əzaba döz və o biri dünyadakı cənnəti gözlə. Sən rahat ol, zalimlar cəzasını alacaq. Amma 19-cu əsrin sonunda əlində fəlsəfi bir çəkiclə ortaya çıxan bir adam bütün bu müqəddəs bütləri darmadağın etdi. Onun adı Friedrich Nietzsche idi. Nietzsche bəşəriyyətin üzünə ən böyük və ən acı həqiqəti vurdu. Sizin müqəddəs saydığınız din və əxlaq əslində güclülərə qalib gələ bilməyən zəiflərin, qorxaqların və acizlərin uydurduğu bir intiqam senarisidir. O, şən elm əsərində dəlilərin dili ilə qışqırırdı. Tanrı öldü, onu biz öldürdük, siz və mən. Bu sadəcə ateist bir şüar deyildi. Bu, qərb sivilizasiyasının söykəndiyi 2000 illik xristiyan dəyərlərinin iflasının elanı idi. Nietzsche'yə görə insanlıq öz zəifliyini gizlətmək üçün uydurduğu Tanrı idealının arxasında artıq gizlənə bilməzdi. Biz göylərdəki təsəllini itirmişdik və indi qarşımızda tək bir yol qalırdı. Ya bu boşluqda boğulub son insan kimi məhv olmaq, ya da özümüzü aşaraq öz dəyərlərimizin yaradıcısı olmaq. Onun bu iddiasının, yəni dinin necə bir zəiflər sığınacağı olduğunu anlamaq üçün Nietzsche'nin fəlsəfəsinin ən qaranlıq və ən cəsarətli dəhlizlərinə enməliyik. Friedrich Nietzsche'nin 1887-ci ildə yazdığı Mənəviyyatın genealogiyası əsəri bəşəriyyətin psixoloji rentgenini çəkir. Bu kitabda Nietzsche ortaya elə bir anlayış qoyur ki, o bugün də bizim daxili qısqanclıqlarımızı, sosial media nifrətimizi və dini təsəllilərimizi izah edir. Ressentiment. Fransızca bir söz olan ressentiment sadəcə paxıllıq və ya qəzəb demək deyil. Bu, acizliyindən dolayı hərəkətə keçə bilməyən, qisasını dərhal ala bilməyən insanın içində illərlə saxladığı, getdikcə çürüyən və zəhərə çevrilən gizli nifrətdir. Nietzsche deyir ki, bax bu zəhərli hiss bəşəriyyət tarixində yeni bir əxlaqın və ən nəticədə dinlərin doğulmasına səbəb oldu. Nietzsche'nin təhlilinə görə qədim dövrlərdə, məsələn, antik Yunanistanda və ya Romada aristokratik, güclü və sağlam insanlar, yəni ağalar, dünyanı idarə edirdilər. Onların əxlaq sistemi çox sadə idi. Onlar güzgüyə baxıb deyirdilər, mən güclüyəm, mən gözələm, mən zənginəm, mən döyüşçüyəm, deməli, mən yaxşıyam. Ağaların əxlaqı tamamilə yaradıcı və daxildən gələn bir enerjinin nəticəsi idi. Onlar özlərini təsdiq etmək üçün kiməsə ehtiyac duymurdular. Onların dünyasında pis anlayışı sadəcə bir nifrət obyekti deyil, acınacaqlı bir vəziyyət idi. Pis, zəif, qorxaq, xəstəlikli və uğursuz olan adam idi. Ağalar onlara nifrət etmirdilər, sadəcə onlara yuxarıdan aşağı, bəzən isə yazığı gələrək baxırdılar. Bəs fiziki olaraq zəif, əzilmiş və kölə vəziyyətində olanlar nə edirdi? Onlar ağalara qarşı döyüşə bilmirdilər, çünki gücləri çatmırdı. İçlərindəki qəzəb və intiqam hissi onları içərdən yeyirdi. Nietzsche yazır ki, zəiflər fiziki olaraq qalib gələ bilməyəcəklərini anlayanda savaşı psixoloji və mənəvi müstəviyə keçirdilər. Onlar bəşəriyyət tarixinin ən böyük intiqam senarisini yazdılar. Dəyərlərinin inversiyası, yəni tərs tərəfə çevrilməsi. Zəif insan öz acizliyini qəbul edə bilmədiyi üçün reallığı dəyişdirməyə çalışdı. O, mən zəifəm və qorxağam deməyə əvəzinə yeni bir bəyanat yaydı. Güclü olmaq, qürurlu olmaq, zəngin olmaq əslində pisdir və günahdır. Əsl yaxşı mənim kimi zəif, mənim kimi yoxsul, mənim kimi itayətkar və mənim kimi əzilən insandır. Elə dində məhz bu nöqtədə zəiflərin ən böyük silahına çevrildi. Ressentiment hissi ilə alışıb yanan kütlə öz acizliyini müqəddəslik kimi qələmə verdi. Friedrich Nietzsche'nin ressentiment təhlilini sadəcə 2000 il əvvəlki Roma qulları üzərindən oxumaq fəlsəfəni keçmişə həbs etmək olardı. Gəlin bugünün reallığının gözünə dik baxaq. Nietzsche'nin bəhs etdiyi o zəhərli qisas və acizlik psixologiyası bugün hələ də inkişafdan qalan, elmdən, istehsaldan uzaq düşmüş dindar cəmiyyətlərin damarlarında qaynayır. Nietzsche fəlsəfəsinin çəkici ilə bu cəmiyyətlərin ibadət yerlərinə, minbərlərinə və küçələrinə baxanda qarşımıza qorxulu, eyni zamanda acınacaqlı bir mənzərə çıxır. Əsrlər boyu nə kilsələrin, nə də məscidlərin minbərlərindən insanlara həqiqi mənada necə güclü olacaqları öyrədilmədi. Din xadimləri heç vaxt kütlələrə
Necə böyük sərvət qazanmaq olar? Elmdə, texnologiyada, sənayedə necə inqilab etmək olar? Dünyanı idarə edən qüdrətə necə sahib olmaq olar? Suallarının cavabını vermədilər. Çünki güclü, varlı, savadlı və öz ayaqları üzərində duran insanı idarə etmək, ona hökm etmək qeyri-mümkündür. Sorğulayan beyin heç bir doqmaya sığınmaz. Buna görə də ibadət yerlərinin, kilsələrin, məbədlərin daimi sakinləri heç vaxt cəmiyyətin o elit, nüfuzlu, intellektual və varlı təbəqəsi olmadı. Elitanın dinlə, xurafatla işi yox idi. Onlar dünyəvi gücü, elmi və idarəçiliyi əllərində saxlayırdılar. İbadət yerləri isə həmişə kasıb, çarəsiz, aciz və həyatın ağrı acıları ilə üzləşmiş kütlələrlə dolub daşırdı. Din xadimləri bu kütləyə dünyada necə qalib gələcəklərini deyil, bu dünyadakı məğlubiyyətlərlə necə dözəcəklərini sırıdılar. Onlara ən güclü morfini verdilər. Bu dünyada ac qal, əzil, səssiz ol ki, o biri dünyada sənə möhtəşəm bir cənnət vəd olunsun. Nietzsche'nin təbirincə desək, din xadimləri insanların intiqam və ədalət hissini axirətə təxirə salmaqla onları bu dünyada tamamilə təslimçi, itaətkar qullara çevirdilər. Bugün müasir dünyada dindar xalqların düşdüyü ən böyük rəzalət elə Nietzsche'nin dediyi o təslimçi psixologiyanın nəticəsidir. Din qardaşlığı şüarları ilə yaşayan cəmiyyətlərin bir tərəfi digər dövlətlər tərəfindən bombalananda, evləri başlarına uçurulanda, siz heç o biri dindar ölkələrin əhalisinin ayağa qalxıb, real, elmi, hərbi və ya iqtisadi bir güclə öz qardaşlarına dayaq olduğunu görmüsünüzmü? Yox, görməyəcəksiniz də. Yenə tək bir mənzərə var. Əllər göyə açılır, göz yaşları tökülür və eyni o daxili nifrətin, ressentimentin doğurduğu o sığınacaq cümləsi təkrarlanır. Görərsiniz, bir gün zalimlar mütləq məhv olacaq. Allah onlara lənət edəcək. Bu acizin, tankın qarşısında elmi və texnologiyası olmayan zəif insanın öz məsuliyyətini göylərə atmasından başqa bir şey deyil. Nietzsche məhz bu yanaşmanın cəmiyyətləri məhvə və mənəvi çürüməyə apardığını qışqırırdı. İnsan öz acizliyini taleyin qanunu və ya Allahın imtihanı adlandırmağı dayandırmalıdır. Göylərdən möcüzə gözləmək, hər gün biraz daha qul olmağı qəbul etməkdir. Dünya xəritəsinə baxanda Nietzsche'nin nə dərəcədə haqlı olduğunu görmək üçün dahi olmaq lazım deyil. Qarşımızda iki cəmiyyət modeli var. Məsuliyyəti göylərdə axtaran xalqlar, inam, təslimiyyət, geriləmə və əzab və qollarını çırmalayıb işə başlayan xalqlar, elm, istehsalat, yaradıcılıq və rifah. Məsuliyyəti öz üzərindən atıb hər şeyi göylərdən, qeybdən gözləyən xalqlar bugün səfalət, müharibə və ədalətsizlik içində boğulurlar. Digər tərəfdə isə dini ehkamları, qul mənəviyyatını bir kənara qoyub, qollarını çırmalayan, təhsilini artıran, zavodlar quran, laboratoriyalarda gecələyən, incəsənət və fəlsəfə yaradan cəmiyyətlər var. Onlar xoşbəxt, təhlükəsiz və ədalətli həyatı dualarla yox, öz ağılları və iradələri ilə qurublar. Bugün ən qatı, ən radikal dindar ölkələrin insanları belə fürsət tapan kimi hansı ölkələrə qaçmaq, harda yaşamaq istəyirlər? Avropada, Qərb dünyasında. Bu bir tarixi paradoksdur, amma həm də böyük bir həqiqətdir. Bəs Avropa bu nöqtəyə necə gəldi? Məhz Nietzsche kimi inqilabi, bütləri sındıran, insanı öz gücünə inandırmağa çalışan filosofları dinləyərək, kilsənin o qaranlıq qul mənəviyyatını yerlə yeksan edərək gəldilər. Avropa anladı ki, göylərdən heç bir xilaskar gəlməyəcək. İnsanı ancaq insanın öz iradəsi, ağlı və istehsalı xilas edə bilər. Onlar öz zəifliklərini müqəddəsləşdirməkdən imtina etdilər. Dini vicdan işinə çevirib, dövlətdən və elmdən uzaqlaşdırdılar. Özlərini aşmağa doğru addımladılar. Nietzsche'nin geridə qalan xalqlara mesajı bugün hər zamankindən daha aktualdır. Əgər tapdanmaq, bombalanmaq və aciz qalmaq istəmirsinizsə, daxili nifrətinizlə təsəlli tapmağı dayandırın. Beyninizdəki o qul zəncirlərini qırın, məsuliyyəti göylərə atıb qaçmayın. Çünki bu dünyada ədaləti göylər yox, yalnız və yalnız güclü, elmli və yaradıcı olan üst insanlar bərqərar edə bilər. Bütün bu qaranlıq təhlillərdən, kilsənin divarlarından və modern dünyanın linç mədəniyyətindən sonra Nietzsche bizi çıxılmaz bir qaranlıqda qoyub getmir.
O diaqnozu qoyan bir həkim idi, amma həm də xilas yolunu göstərən bir bələdçi idi. Onun bəşəriyyətə ən böyük mirası və çağırışı 1883-85-ci illərdə yazdığı fəlsəfə tarixinin ən poetik və dramatik əsəri olan Zərdüşt belə deyirdi kitabında gizlənib. Zərdüşt dağlardan enib insanların arasına qarışanda onlara köhnə dinlərin və ya modern cəmiyyətin təsəllilərini vermədi. O, bəşəriyyətin gələcəyini dəyişdirəcək o böyük hədəfi elan etdi. Üst insan. Nietzsche'nin Zərdüştün dili ilə bizə dediyi ilk və ən sarsıdıcı cümlə budur. İnsan heyvanla üst insan arasında çəkilmiş bir kəndirdir. Uçurum üzərindən keçən bir kəndir. İnsanda böyük olan odur ki, o məqsəd deyil, bir körpüdür. Nietzsche bizə deyir ki, sən indiki halınla təbiətin və təkamülün son nöqtəsi deyilsən. Sən sadəcə keçid mərhələsisən. Amma dinlər və qul mənəviyyatı nə edir? Onlar bu körpünün ortasında bir çadır qurub səni orada yatızdırırlar. Sənə deyirlər ki, sən elə bu zəif, günahkar halınla dəyərlisən, bəsindir. Nietzsche'nin fəlsəfəsi isə sənə rahatlıq yox, müqəddəs bir narahatlıq vəd edir. O sənə qışqırır. Öz zəifliyini əxlaq pərdəsi altında gizlədib müqəddəsləşdirmə. Qorxaqlığına təvazökarlıq, tənbəlliyinə bədən pozitivliyi, paxıllığına bərabərlik deməyi dayandır. Bu zəiflikləri aş və öz zirvənə doğru addımla. Zərdüşt kitabda insanları xəbərdar edir ki, əgər onlar özlərini aşmağa cəhd etməsələr, bəşəriyyətin çatacağı son nöqtə son insan olacaq. Son insan kimdir? O, heç bir risk etməyən, böyük idealları olmayan, ulduzlara baxıb heç bir heyranlıq duymayan, sadəcə kiçik rahatlıqlar və zövqlər dalınca qaçan adamdır. O, hamı ilə eyni olmaq istəyir. O, iddialı insanları sevmir, çünki onlar onun rahatlığını pozur. Son insan sivilizasiyanın mənəvi ölümüdür. Nietzsche bugün əlimizdə telefonla, alqoritmlərin bizə təqdim etdiyi ucuz dopaminlərlə yaşadığımız o komfort zonasını 100 il əvvəldən görmüş və buna son insan diaqnozu qoymuşdu. Bəs Nietzsche'nin bizi çağırdığı o üst insan obrazı necə biridir? Bir çoxları, xüsusilə faşist ideologiyası bu anlayışı səhv anlayaraq onu başqalarını əzən, fiziki cəhətdən güclü, zalım bir diktator kimi təqdim etməyə çalışıb. Amma Nietzsche'nin üst insanı tamamilə fərqli bir zirvədir. O, öz dəyərlərini özü yaradır. O, nə kilsənin qanunlarına, nə də cəmiyyətin linç mədəniyyətinə tabe olur. O, öz həyatının senaristi və rejissorudur. O, əzabdan qorxmur. Qul mənəviyyatı əzabı cəza və ya günah kimi görür. Ondan qaçır. Üst insan isə bilir ki, böyük yaradıcılıq, sənət və güc ancaq böyük əzablardan keçərək doğulur. O, əzaba bəli deyir, çünki əzab onu böyüdür. O, qisasçı deyil, yaradıcıdır. Onun içində resentiment, yəni nifrət yoxdur. O, zəiflərlə savaşmağa, onları əzməyə vaxt itirmir. Onun gücü dağıtmaqda deyil, yaratmaqdadır. O, həm güclü, həm də sənətkar ruhludur. Nietzsche'nin fəlsəfəsi qorxaqlar üçün deyil. O, sənin əlindən uşaq təsəllilərini, göylərdəki tanrını, o biri dünyadakı cənnəti, hamı bərabərdir yalanını alır və səni bu nəhəng, boş kainatda tək başına qoyur. Amma bu bir fəlakət deyil, bu ən böyük azadlıqdır. Nietzsche sənə demək istəyir ki, əgər bu dünyada bir məna, bir gözəllik, bir ədalət olmağını istəyirsənsə, bunu göylərdən gözləmə, onu özün yarat. Öz içindəki qorxuları, sənə yeridilən qul instinktlərini öldür, öz potensialını maksimuma çatdır. Zərdüştün dediyi kimi, öz alovunla yanmağa hazır olmalısan. Əvvəlcə kül olmadan necə təzələnə bilərsən ki? Ayağa qalx, öz zəifliyini müqəddəsləşdirməyi dayandır və özünü aş. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.